Salam əziz şagirdlər, 5 aprel 2026-cı il 9-cu siniflərin buraxılış imtahanına ingilis dilindən düşən sualların izahını verirəm. Əvvəlcə onu qeyd edeyim ki, 1-dən 4-ə qədər dinləmə materialdır. O haqda heç bir məlumatımız olmadığına görə, amma burada yəqin ki, testin ümumi cavabını vermək olar, amma ən axırda baxıb sizə izahlarını verirəm. 5-ci testdən başlayırıq qısa mətnlərdən. Deyir ki, əziz səyahətçilər, zəhmət olmasa xatırlayın aeroporta ən azı 2 saat əvvəl gəlib çatmağınızı. Sonra ardından deyir ki, sərnişinlər və pasportlarınızı və biletlərinizi özünüzlə gətirməyi unutmayın. Diqqətlə deyir, yükünüzü qablaşdırın və sizin deyir gətirəcəyiniz əsas nə gətirəcəyiniz haqqında olan əsas qaydaları oxuyun. Ondan sonra yemək və özünüzlə su gətirməyi unutmayın. Təhlükəsiz və gözəl bir səyahət arzulayırıq. Ən yaxşı arzulayırıq səyahət agentliyinin adını verib. A variantda bizə qeyd eləyir ki, yük və su ilə agentlik təmin edir. Xeyr, bu səhv variantımızdır, özləri gətirməlidir. B variantına deyir ki, səyahət agentliyi yeni qaydalar hazırlayacaq. Orada yeni qaydalar haqqında heç bir məna olmadığına görə B variantını atırıq. C variantına baxırıq ki, sərnişinlər yazıb ki, 10 ilə ən əvvəl 1 saat əvvəl gəlməlidir. Amma mətnimizdə qeyd eləyir ki, ən azı 2 hours, 2 saat əvvəl gəlməlidir. Ona görə səhvdir. D variantda deyir ki, agentlik sərnişinlərdən pasportlarını və biletlərini unutmamağı sərnişinlərdən xahiş edir. Bu da düzgün variantımızdır, D variantımız. Y-də deyir, səyahətçilərə icazə verilmir, özlərinə yük gətirmək. Bu da səhv variantımızdır. Düzgün cavabımız D variantı. Növbəti 6-cı mətnimizə baxırıq. Deyir ki, piknik olacaq şənbə günü axşam saat 12-də. Səyahətçilər deyir, məktəbin müəllimləri deyir, parkdakı məktəbin müəllimləri üçün olacaq, üzr istəyirəm. Deyir, əgər ailə üzvləri də deyir, bu piknikə qoşulsa, onlar deyir, bu avtobus deyir səyahətinin yarı qiymətini ödəmiş olacaqlar. Hər kəs deyir, özü üçün qəlyanaltı gətirsin, gətirməlidir daha doğrusu. Sonra ardından deyir ki, birlikdə yaxşı əylənməyi arzulayır. A variant deyir ki, müəllimlər piknikə gedəcəklər. Onlar üçün növbəti həftə təşkil olunan səhvdir. Çünki bizə burada sətədə deyir. Ona görə A variantımız səhvdir. B-də deyir ki, piknik deyir, səhər erkəndən keçiriləcək. Amma bizə past mediumdur. Məncə orada uşaq xət çəkib, məncə past mediumdur. Bir variantı saxlayaq, digərlərinə baxaq. Sonra C variantında deyir ki, ailə üzvlərinə icazə verilmir gətirilmək. Amma burada deyir ki, əgər family members, ailə üzvləri olarsa, ona görə C variantımız səhvdir. D-də deyir, hər kəs deyir, piknikə baş çəkən hər kəs deyir, səyahətin yarı pulunu ödəməlidirlər. Xeyr, yalnız ailə üzvləri burada qeyd eləyib, avtobus səyahətini ödəməlidir. Y variantında da müəllim deyir, öz qəlyanaltılarını özləri ilə götürəcəklər piknikə gələndə. Burada da baxırıq, axırda bizə belə bir qeyd gelir ki, hər kəs deyir, öz qəlyanaltısını gətirməlidir. Ona görə bizdə burada olacaq düzgün cavabımız Y variantı. Biz bir dənə B variantını silək burada. B variantına bir də baxaq, məncə onu saxlamışdıq. Həftə sonu erkəndən keçiriləcək deyir. Burada bir dənə past mediumdan baxaq görək səhərdir yoxsa axşamdır. P mı? Yəni ki, axşamdır. Ona görə səhvdir burada. Bizə erkəndən dediyinə görə səhv variantımızdır. Düzgün cavabımız burada olacaq Y variantımız. Sonra keçirik növbəti testimizə. Deyir ki, əziz Kathleen, mən deyir səni ad günümə dəvət edirəm, əmimgilin evində, Friday, cümə günü. Sonra ardından qeyd eləyir ki, mənə deyir, sənin orada olmağını deyir, yəni istədiyini ifadə edir. Əgər sən deyir, özünlə maşınla deyir götürsən, düz sür meşəyə tərəf, yolu ifadə edir, meşə yoluna tərəf sür. Sonra deyir, Bronsville-dən keçərsən və 13A çıxışını ifadə edir. Drive down road, yolda deyir yavaşdan sür və turn left, sola dönürsən. Əgər birinci böyük ev, sağda birinci böyük ev, yəni bizim evdir, görüşənədək sevgilərlə Məri. Deyir, Kathleen Məriyə evin adresini göndərir. Xeyr, göndərən fikir verirsinizsə, bunu yazan burada Məridir. Ona görə də Məri göndərir. A variantımız səhvdir. Sonra Məri deyir, Kathleendən onun ad gününə gəlməyini əmsinin maşınında deyir, səhvdir. Əgər deyir, maşının varsa deyir. C variantı deyir ki, Məri Kathleeni öz ad gününə dəvət edir. Növbəti Friday, cümə günü. Bunu saxlayaq.
Amma bu cümə günü deyir. Yox, ona görə səhvdir burada. Next-ə görə burada this verib. Ona görə səhvdir. D variantında Mary deyir, yolu deyir göstərir. Öz əmsinin evinin yolunu Kathleen-ə göstərir. Məncə burada D variantımızdır. Y variantında Mary'nin evinin, əmsinin daha doğrusu evi sonuncu böyük evdir. Xeyr, burada görürsünüz the first big house yazıb. Ona görə düzgün cavabımız burada olacaq Y variantımız. İndi isə keçirik qrammatika suallarımıza. Üzr istəyirəm, növbəti mətn suallarda onun tapşırıqlarının izahını verirəm. Canon Crystals, yəni ki, hansısa bir çay adıdır, deyir, yeganə və rəngli bir çaydır Kolumbiyada, Cənubi Amerikada. Orada deyir, çoxlu dağlar və göllər var çayın ətrafında. Sonra məşhurdur, deyir, özünün deyir, müxtəlif rəng, özünün rənglərini, fərqli rənglərinə görə, beləliklə çay ona görə 5 rəngli çay adlandırılır və yaxud da maye göy qurşağı mənasını verir. Buna müxtəlif rənglər daxildir. Qırmızı, qara, mavi, yaşıl və sarı. Onun qırmızı rəngidir. Qırmızı bitkidən yaranır. Çayın altındakı bitən qırmızı bitkidən yaranır. Bu rəng deyir dəyişir. Gün işığına asılı olaraq dəyişir. Digər rənglər isə black, yəni qara daşlardan yaranır. Yaşıl bitkilər, mavi su və sarı deyir torpağı ifadə edir. Onlardan yaranır digər rəngləri. Deyir bu çayı müdafiə etmək, çirklənmədən və zərərdən müdafiə etmək üçün heç kim deyir çaya daxil, həmin əraziyə daxil olmur. Turistlərin ehtiyacı var sənədə hökumətdən onlara vermək üçün icazə bir vərəqlə istifadə edirlər. Turistlər yalnız deyir bu çaya deyil, bələdçi ilə səyahət edə bilərlər. Onlar bələdçilik kitabı götürürlər və buradakı deyir təbiətin möcüzəsindən zövq alırlar. Çaya getmək deyir elə də asan deyil. Qonaqlar birinci deyir helikopterdən istifadə edirlər, sonra qayaqdan, daha sonra isə onlar ayaqla gedirlər. İndi 8-ci testimizə baxaq. A variantı yazıb ki, qayaqdan istifadə etmirlər. Biz səhvləri çıxardıq, səhvdir. B variantı yazıb ki, bələdçinin köməyi olmadan bu yerə səyahət edə bilərlər. Xeyr, bələdçi ilə gedirlər deyə səhvdir. C variantına baxırıq deyir. Nədir? Əgər onlar turla səyahət eləsələr, ətraf mühitə ziyan vururlar, səhvdir. D variantda deyir ki, xüsusi sənəd almalıdırlar, düzgün variantımızdır. Y variantında isə yazıb ki, çayın ərazisində nəyisə atmağa icazə verilir. Bu da səhv variantımızdır. Növbəti keçdik cavabımıza. Burada cavabımız D variantıdır, üzr istəyirəm. 9-cu testimizə baxırıq. Deyir ki, bu çay nə üçün məşhurdur? Burada da var idi ki, baxın, is popular, məşhurdur özünün fərqli rənglərinə görə. Düzgün cavabımızı bu götürəcəyik. Ona görə 9-da düzgün cavabımız olacaq burada C variantımız. Elə şagird düz yazıb. 10-cu testdə false səhvi tapırıq. A variantı yazıb ki, səyahətçilər çaya getməyə ayaqla getməlidirlər. Bu da olar. B-də yazıb ki, bitkilər, orada bitən bitkilər ona qırmızı rəng verir altında. Bu da düzdür. Burada var idi bitkilər. C variantında qara daşlar və sarı qum təsir etmir. Əslində səhv variantımızdır. Çünki bax, diqqət eləsəz, biz mətnin bu hissəsində, üzr istəyirəm, bax, burada biz onu qeyd eləmişdik ki, bax, qara daşlar, yaşıl bitkilər, mavi su və bir də ki, yellow sand, sarı qum. Ona görə 10-cu testimizdə də düzgün cavabımız burada olacaq, C variantımız. 11-ciyə baxırıq, mətn nə haqqındadır, mətnin adını soruşur. 10-cu testimizdə mətndə biz ancaq demək olar ki, üzr istəyirəm. Testdə deyirəm. 10-cu testçi. 11-ci testdə baxırıq. Mətndə nədən danışırıq? Bəli, elə A variantda vermişdik. Kolumbiyadakı olan yeganə çaydan danışırıq. Birinci cümlədə onu qeyd eləmişdik. Yəni, istəsəz göstərə də bilərəm. Burada. Birinci cümləmizdə, yəni birinci abzasın birinci cümləsində bunu qeyd eləmişdi. Növbəti baxırıq 12-ci sual, açıq sualımıza. Bir də yazıb ki, yalnız deyir, bələdçi tur haqqında kitab götürə bilər, sifariş verə bilər. Xeyr, səhvdir. Burada var idi ki, səyahətçilər götürürlər. Bax, Z yazıb burada. Diqqət eləyək, baxaq bu abzasda. Yəni, birdən səhv yazan şagirdlər olur, axtarmaya görə. Z can book et tour. Burada qeyd eləyib. Növbətiyə keçirik. İkinciyə baxırıq. Günəş deyir, çayın rənginə təsir edir. Burada elə bir cümlə var idi. Bir dəqiqə gün işığından asılıdır. Mən bu dəqiqə o cümləni tapacamsa, deyir burada bax. Bunun rəngi dəyişir, gün işığından asılı olaraq dəyişir. Üçüncüyə baxırıq, çayın yerləşməsi dağlıq, həmçinin dağlıqda daxildir yerləşməsinə. Burada da fikir verin, burada bax, mountains and lakes yazmışdı, çayın ətrafında var. Növbəti testimiz 4-cüdə isə helikopterə sonuncu nəqliyyatdır. Xeyr, fikir verirsə, burada sonuncu nəqliyyatımız qeyd eləmişdi 10 fut ayaqla getmək.
Bu da mətnimizin cavabları 2-3. Keçdik 13-cü testimizə. Bizə deyir ki, yəli kağıdı olan düzgün cümləni tapırıq. Baxırıq burada Dianas bir düzgünümüzdür. 2-də apostrof S-dən sonra do qapı verib deyinə. 2 də düzdür. 3-də zis təkdədir, amma bu isə cəmdə verib səhvdir. 4-də baxırıq. Mənə heç vaxt S artırmaq olmaz. 1-2 C variantı. 14-cü testimizə baxırıq, uyğun bağlayıcını seçməliyik. Ümumiyyətlə səhvlərimizə baxaq. Nayza o, Bos o, Ayza nor səhvdir. Düzgün cavabımız C variantı Nayza nodur. Nayza ilə də ənd işlənməz. 15-ci testə baxırıq. Passive voice, məchul növdə olan düzgün cümləni seçməliyik. Verib cümləni çevirmək istəyir bizdən. A birthday party tamamlığımızdır, gəlir cümlənin əvvəlinə. A ilə başlayan B variantımızı, C variantımızı ixtisar eləyirik. Sonra baxırıq ki, A variantımızda cümlə organize keçmiş zamanda olduğuna görə was-unu axtarsaq, A ilə düzgün variantımızdır. C variantımızda is verib deyə səhvdir. Y variantımızda ümumiyyətlə to be-nin forması yoxdur. 16-cı testimizə baxırıq, məntiqi ardıcılığı soruşur burada. İndi deyir ki, birincisi bu cümlədə biraz mənana baxsaq, ikinci tərəfinə happy verdiyinə görə demək pozitiv söz axtarmalıyıq. Olacaq Y variantımız. Deyir, mən uçuş ərzində xoşbəxt və sevincli idim. Çünki deyir, mənim yerim deyir, pəncərənin yanında idim. 17-ci testə baxırıq, sözün mənasını tapmalıyıq burada. Disturb burada narahat etmək, notice görmək, sezmək mənasında, attend-də baş çəkmək. Disturb-a baxırıq burada. Kimisə nəyisə etməyə dayandırıram, yəni mane olmaq cavabımız 1-ə C. İkinciyə baxırıq, notice görmək, sezmək, elə A variantı C-dən götürərik burada. İkinciyə A. Üçüncüyə də attend baş çəkmək, B variantı to be present iştirak etmək mənasını verir. C, A, B variantını axtarsam, üzr istəyirəm cavabı B variantımız. 18-ci testə baxırıq, yaxın mənalı sözləri seçirik. Elə bizi burada baxsaq, yaxın mənalısı elə A variantımız. Tired yorğun, exhausted yorğun sözümüz. B-də spoil çorlamaq, clear təmiz. D-də repair təmir, destroy məhv etmək. D-də tell söyləmək, count saymaq. Y-də strange qəribə, ordinary adi, ümumiyyətlə səhv variantımızdır. 19-a baxırıq yenə, zamanımız bağlayıcı düşüb, yəni uzlaşma axtaracağıq. Bağlayıcı olan isə sadə olarsa, bizim əlimizdə qalır A və C variantımız. Birinci tərəfdə will verdiyinə görə A variantını götürərik düzgün cavab. 20-ci testə baxırıq. 20-ci testdə demək ki, burada uzlaşma qaydasıdır. Off'un əvvəlində Z boxa baxırıq. Təkdə verdiyinə görə 2-3 variantımız B variantını götürərik. 21-ci testə baxırıq, söz önü qaydasıdır. İkinci tərəfdə weekend-ə görə ət işləsək, D-ni, Y-ni və C variantını atarıq, ətlər qalar. Birinci tərəfdə də between-dən sonra əsasən cəm ismi işlənir. Həm də evin arasında deyə bilmərik, cavab B variantı next to ət olacaq. Evin yanındakı deyir mağaza həftə sonu bağlıdır. 22-ci testə baxırıq. All this sifətin üstünlük dərəcəsinə verdiyinə görə Z işlədərik. Ona görə birincilərdə digərlər asıq. Elə cavabımız özü gəlir. CT-də Z istifadə edirik. 23-də regular qaydalı feilləri seçirik. A variantda build, B variantda forget, C variantda dig və grow, D variantında send və Y variantı qaydalı feilimizdir. Hansı ki sözün sonuna et şəkilçisi artırmaqla düzəlirik. 24-cü testə baxırıq. Verilən sözün mənasını tapmalıyıq burada. Burada baxırıq, bir testdə 2 dənə uzlaşma verib. Daha doğrusu sözün mənasını verib. Crowded izdihamlı, müayət mülayim, ordinary adı verib. Ona görə birinciyə baxsaq burada götürərik. İzdihamlı dediyinə görə B variantı. İkinciyə müayət mülayim dediyinə görə bir dəqiqə baxırıq. Burada C variantını götürəcək, güclü olmayan, yəni bəlkə də orta mənanı ifadə edir deyinə götürəcək burada C variantını. Üçüncüyə adi sözünə görə də götürəcək uyğun variantımız A variantı, B, C, A variantımız. B, C, A da burada B variantı olur. 25-ci testə baxırıq. Deyir, birinci cümlədə ixtisarımız var. Cümlənin sonunda söz önü verdiyinə görə who, what, V-yə götürə bilərəm. Ona görə düzgün cavabımız burada olacaq 3 və 4 variantımız. Sağ olun əziz şagirdlər, növbəti buraxılış imtahanlarının izahlarında görüşənədək.